Hər kəsin axşamı xeyir olsun. Bugün bizim şəhərdə çox bərbad bir hava var idi. Yağışlı bir hava var idi. Könlümdən belə bir yemək keçdi. Döşəməli aş. Çox gözəl alındı. Gecə yeməyimiz hazırdır. Birazdan oturup sofra arxasında yatıb gözəl bir yeməyə qadacaq. Kim sevir bu yeməyi? Yorumlara yazın, kommentlere yazın. Videoları beğenin, like edin, komment yazın, destek olun. Ben de ki həvəsim daha da çox olsun, video çəkməyə, sizinlə paylaşmağa, gözəl bir videolar paylaşmağa. Sizcə necədir? Gözəl alındı. Bugün əsil xəngəl havasıydı. Ama ki bu günləri aş pişirməyə qərara gəldim. Uşaqlar da bir yandan imkan vermir.